Hanımlar, deməli bunu biz yuxarı hissəsini toxumalıyıq. Bunun üçün də bu formada hər iki kənarını tuturam. Bunlar kənarlarıdır. 1, 2, 3, 4, deməli 5-ci. Bununla bu 5-cidir. Deməli bir buna eləyirəm, 5-ci. 1, 2, 3, 4, bir də buna eləyirəm. 2, 3, 4, 5. Hər ikisinə formada işarələdim. İstəsəniz işarələməyə də bilərsiniz. Ancaq mən sizə asan olmaq üçün bunu eləyirəm. Bu formada bir düğün elədim. Bu formada. Və bu kənardan götürürəm. Çıxardım. Düğün elədim. Düğün elədim. Bir ilmə daha bir zincir daha çəkirəm və bu formada toxuyuram. Buradan elədim. Bu şəkildə başına dolayaraq bu şəkildə deməli bir buradan eləyirəm. Bu şəkildə bir buradan, bir təpədən, bir çuxurdan bu formada eləyirəm. Bu şəkildə bir çuxur, bir təpə hissəsindən götürürəm. Bu şekilde. Gəlirik. Və sancağı hara salmışdımsa sonda onu eləyirəm. Sancağımı çəkirəm. Bu şekilde elədim. Daha sonra bir, iki zincir çektim. Sonuncunu eləyəndən sonra 2 zincir çektim. Çevirirəm bu şekilde. Daha sonra toxuduğum hər bir boşluğa birini toxuyuram. Bu şekilde. Giydirəm. Bu cür. Ara kesmeden eləyirəm ki sizin üçün aydın olsun. Başa qədər gəlirəm. Toxudum. İki zincir indi çəkəcəm. Deməli başladığım yerə gəldim. Baxıram. Hardan başlamışam? Bu şəkildə. Yer eləmək lazımdır ki
Heç bir boşluq qalmasın. Bəli, burada bitirmişdim. Başladığım, bitirdiğim yer budur. 2 zincir çəkirəm və çevirirəm. İndi burada koyduğumuz gülə də oxşuyur, popcornu da oxşuyur. Necə istəyirsiniz elə də deyil. Deməli, indi biz koymalıyıq bunları. 1, 2, 3 ədəd toxudum. 3 ədəd toxuyandan sonra bu hissədə bir ədəd qoyuram. 1, 2, 3, 4 və 5. İğne boşluqdan 5 ədəd çıxardım və bunu burada elədiyim kimi toxudum və onun yanındakı boşluğa saldım. Bu şekilde. İndi bir daha toxuyuram. 1, 2, 3, 4 ədəd toxudum və 5-cini bir daha 1, 2, 3, 4 və 5. 5 ədəd çıxartdım. Birincinin birinci ləçəkdən salıram və bu formada sıxıram. Bir dənə də bənd eləyirəm və növbətini çıxartdım. Daha sonra növbəti boşluqdan 1, 2, 3, 4. Burada kənarda say az qaldığına görə dördüncünün içindən eləyirəm. 1, 2, 3, 4 və 5. 5-cini elədim və birinci ləçəkdən götürürəm və sıxıram. Düğün eləyirəm bu şəkildə və növbəti boşluqda bağlayıram bunu. Və 2, 3. Bu şekilde. Burada məndə 3 ədəd oldu. İndi sizdə toxuduğunuzun böyüklüyündən asılı olaraq az da ola bilər, çox da ola bilər. Bu sizin toxuduğunuz ətəyin böyüklüyündən, kiçikliyindən asılıdır. 1, 2 zincir çəkirəm və boşluqlara toxuyuram. İndi ətək hissədə necə toxumuşdumsa, indi də o formada toxuyuram. Heç bir boşluq ötürmədən toxuyuram.
toxuyuruq ki, arada boşluq qalmasın. Popcorn hissəsini də boşluqdan götürürəm bu şəkildə. Daha sonra onun hər iki kənarını da toxuyuram. Bir də orta hissəsindən götürürəm. Bu şəkildə sona qədər gəlirik. Gəlirəm. Və bu şəkildə gəldik, çatdıq. 1, 2 çeviririk. Hər dəfə ön hissədə olanda, ön hissələrdə olanda biz popcornları qoyacağıq. Deməli, nə edirik? İndi popcornu bu hissədən, bu hissədən, bu hissədən, bir də bu hissədən qoymaq istəyirəm. Deməli, 1, 2 toxudum. Bu kənarlardan qoymuram. Elə bu iki hissədən qoyacağım. 2 toxuyaraq gəlirəm. Bu hissədən keçirəm. İndi bu ikisinin arasından qoyuram. Deməli, baxıram. İkisinin arası budur. Bura düşür. Buradan deməli 1, 2, 3, 4, 5 dənə çıxartdım və bu şəkildə birləşdirdim. Deməli, bu sıranı da sona çatdıram. Sizə aydın olsun. İndi bu ikisinin arasından eləyirəm. İkisinin arası bura düşür. İstəsəniz siz ilmələri saya da bilərsiniz. 2, 3, 4 və 5. Bu şəkildə bu formada toxudum. İndi 1, 2. İndi tərs üzünü toxudanda, tərs üzündə popcornu qoymuram. Sadə formada toxuyuram. Ancaq düz üzünə toxuyanda popcornları qoyuram. Bu formada. İndi düz toxuyuram. Gördüyünüz kimi düz toxuyuram.
Bu şəkildə. Tərs üzün gedəndə düz toxuyuram. Düz üzünə gələndə bu şəkildə popkornları qoyuram. Deməli, mən burada indi növbəti sıranı bu tərəfə gedəndə, demək, sağdan sola gedəndə popkornu qoyuram, soldan sağa gələndə tərs üzündə düz toxuyuram. Deməli, indi bu dəfə də nə edəcəm? Bir burada qoyacağam, bir burada bu hissədə qoyacağam, bir də bu hissədə qoyacağam. Deməli, bir sırada üçünü qoyacağam, növbəti dəfə qoyanda ikisini qoyacağam. Bu şəkildə müəyyən qədər toxuyaq, daha sonra birlikdə davam elətdirək. Xanımlar, mən ətəyimizin, sarafanımızın bu hissəsini bitirdim. Deməli, burada 1, 2, 3, 4, 5, 6, 7, 8 sıra belə çiçəklərimizin sırasıdır. Deməli, bu neçə santı oldu, onu deyim sizə. Deməli, buradan bura 14 santı, tam 14 santı oldu. Və mən bir hissəsinin bu ip hissəsini toxudum. Bir hissəsində, indi o bir hissəsində sizə göstərəcəm. Bunun da uzunluğunu buradan götürdüm. Deməli, tam dibindən mən ölçüm sizə deyim. Tam 35 santı. 35 santı da bu hissəsi oldu. Deməli, arxa hissəyə gedəcək bu şəkildə. 35 santı. Siz yenə də deyirəm, bu ölçülər mənim toxuduğum paltarın ölçüsündədir. Siz əgər uşağınız üçün toxuyursunuzsa və yaxud da hansısa bir uşaq üçün toxuyursunuzsa, yəni yanınızda olan, onun ölçüsünə uyğun bu hissəni də tutursunuz üstünə, ona uyğun toxuyursunuz. Deməli, necə edilir? Mən bu hissəni buradan kəsirəm. İndi bu hissədən eləyirəm. Deməli, biz burada 4 dənə ilmə toxumalıyıq. 1, 2, 3, 4. Dördüncünü götürürəm. Deməli, buradan eləyəndə bu kənardan getdim bu tərəfə. Ancaq buradan eləyəndə buradan götürürəm. Bunu da bilmək üçün nə edirik? Deməli, 1, 1, 2, 3, 4. Dördüncü budur. Dördüncüdən keçirdirik. Bu şəkildə. Bir dənə zincir çəkdik. Deməli, 1, birini toxudum. İndi bir dənə zincir çəkirəm. İki, 3 və tam kənardan götürürük. 4 götürdük. 1, 2 zincir çəkirəm. Başına doluyuram. Bu 4 ilməni bu şəkildə o tərəf bu tərəfə gedərək bu şəkildə toxuyuruq. Bunu da kənardakına diqqətli olun ki, kənardakı qalmasın. Bu biraz yaxşı görünməyə bilər. 1, 2. Bir də döndəririk. Bu şəkildə. Bunu burada
Bunun uzunluğu necədirsə, o uzunluqda toxuyursunuz. Bu şəkildə. Gördüğünüz kimi 1, 2. Başka bir şey eləmirik. Elə bu formada o ölçüm eyni ölçüdə, hər iki qanadı eyni ölçüdə olmalıdır. Toxuyuruq. Daha sonra davam edirik. Bu şekilde. Ve gördüğünüz gibi her ikisi eyni ölçüde olsun. Daha sonra devam edelim. Hanımlar, geldik bura çatdı. Bu her ikisi eyni ölçüde olsun. Buna dikkat edin. Biri birinden farklı olmasın. Bitirdik. Şimdi bir zincir çektim. Daha sonra bütün bu her birinin içinden deməli her birinin içinden bunların bir dəfə olmaqla çıxardırıq. Götürürük. Bu şekilde. Bu şekilde sona kadar bunun kenarlarını başına dolamadan deməli bura gələnə qədər, tam sonuna qədər bu şekilde toxuyuruq. Hiçbir şey etmeden bu şekilde. Deməli göstərim sizə necə arasından götürürük. Deməli önünüze gelen her bir boşluktan çıxardırıq bu şekilde. Bu şekilde. Çalışırıq ki hiçbir boşluk keçməsin, keçirməyək bu formada. Bu şekilde kənarı səliqəli olmaq üçün bu şekilde gedirik. Ta sona qədər gedək. Daha sonra kənarlarının toxumağı başlayaq. Deməli tek kanadı götürmeyin. Tek kanadı götürəndə yaxşı görünür. Ona göre de götürəndə hər iki kanadından götürün. Tek kanadı götürdüm. Boşluk görünür. Ona göre de bu şekilde sona kadar belə toxuyaq. Daha sonra devam edelim. Bu şekilde. Bu sıranı toxudum bu şekilde. Deməli gəlirik bunun sonuna bura. Bura geldik. Tam dibinden de götürdüm. Bu şekilde. Daha sonra 1 2 zincir çekiyorum. Çeviririm. Çevirdim. Deməli birini toxuyuram. Başına doluyub. Bu şekilde bu kenarın toxuyub gəldiklərim bilinir hardan toxumaq lazım. 3 4 deməli
Beşincinin içindən 1, 2, 3 dəfə çıxdım. Deməli 4 dənə toxudum. 1, 2, 3, 4. Beşincinin içindən 3 dəfə çıxdım. Bir daha. İndi növbəti 1, 2, 3, 4'ünü toxudum. Beşincinin içindən 3 dənə çıxardım. 1, 2, 3. 3 ədəd çıxardım. Bu formada sıranın sonuna qədər 4'ünü toxuyuruq. Bu şəkildə bilinir. Haralara girmək lazımdır bu şəkildə. 4'ünü toxuyuruq. 5-cidən 3 dənə çıxardırıq. 1, 2, 3, 4. Deməli, indi 5-ciyə gəldik. 1, 2 və 3. Bu şəkildə. 4'ünü toxuyuruq 5-cidə. Deməli, bu sıranın sonuna qədər, tam sonuna qədər eləmirik. Deməli 1, 2, 3. Bu qədər. Bu qədər qalana qədər, bu qədər. Qalana qədər toxuyuruq. Təxmini bu mən sizə santısını deyim. Deməli 5 santı. 5 santı saxlayırıq. 5 santı qalana qədər, bura qədər. 4'ünü toxuyuruq. 5-cinin içindən 3 dənə çıxardırıq. 5 santı qalana qədər toxudum. 5 santı qalanda çalışın ki bura üçlü formada düşsün. Üçlü formada. Deməli 1, 2. Sonda üçlü toxudum. 5 santı qalana qədər. Daha sonra 2 zincir çəkirəm. Deməli çevirirəm. Çevirirəm bu tərəfə. İndi bu üçlünün hər birinin başından 2 dənə toxuyuram. Deməli 1, 2, 2, 1, 2, 3. Deməli biri zincirdi, birine zincir düşdü, 2 dənə də belə toxudum. Üçlünün hər birinin başına 2 dənə toxuyuruq. Bir dənə toxudum. Başlayayım. Deməli eyni yerə bir daha toxuyuram. Eyni yerdən bir daha götürürəm. 2, ikisini birindən götürdüm. Bunun da başından 2 ədəd götürürəm. Və üçüncünün də başına 2 ədəd götürürəm. 1 və 2. Bu şəkildə. Bu üçlünün hər birinin üstündən 2 dənə götürdüm. Başından 2 dənə götürdüm. Daha sonra bunları növbəti üçlüyə qədər 4 ədədini tək toxudum. Bu formada arada dörtlü var idi. Gəlirəm. Bu şəkildə. İndi gəldim üçlünün üstünə. Üçlünün hər birinin başından bir daha 2 ədəd götürürəm. Hər birinin başından 2 ədəd götürürəm.
Bu şekilde. Daha sonra tekleri tek dokuyuram. 4 ədəd yenə də toxuyuram. Və üçlülər bilinir. Hansının içindən 3 dənə çıxarılıb, o görünür, hiss olunur, bilinir. Sayaraq da toxuya bilərsiniz. Bu şəkildə də toxuya bilərsiniz. Gəldim, üçlüyə çatdım. Deməli 1, 2, 3. Bunun içindən 2 dənə çıxardıram. Daha sonra sıradakinin içindən 2 dənə çıxardıram. Daha sonra sıradakinin içindən 2 dənə çıxardıram. Bu şekilde. Bu şekilde hiss olunur. Daha sonra yenə də burada üçlü bilinir, burada üçlü bilinir, burada bilinir, burada bilinir. 4 toxuyuruq. Daha sonra bu üçlülərin hər birinin başından 2 ədəd toxuyuruq. 4'ünü toxuyuruq. Daha sonra üçünün hər birinin başından 2 ədəd. Ta sona qədər formada toxuyuruq. Sona gəldiyim zaman deməli mən bunun bu sonuncunu elədim və bunu bu hissiyə, bunun bu hissəsinə birləşdirirəm. Görüm necə alınır. Bu şəkildə. Belə daha yaxşı alınır bu formada. İndi buradan bura bənd eləyirəm. Bir zincir çəkib və 1, 2 elədim. Dibə batırıram. Bu şəkildə. Deməli xanımlar, təkrar gəlirəm bura. Deməli toxuyaraq gəlirəm. Bu 6 ədəd toxuduqlarıma hər birinin başından yenə də 2 ədəd toxuyuram. Zincir çəkirəm. Birini toxudum. Bu gördüyünüz kimi dalğa kimi yaranıb. Bunları eləyirəm. Deməli 2, 2, 2. Bu 6 dənənin hər birinin üstündən 2 ədəd toxuyuram. Deməli 2, 2, 2. Əgər çox dalğalı istəmirsinizsə, bir də toxuya bilərsiniz. Ancaq mən istəyirəm biraz dalğalı olsun. Bu şəkildə 1, 2, 6 ədədinin üstündən hər birindən 2 ədəd toxuyuram. 1, 2, 1, 2, 1, 2, 1, 2. Baxaq. Bəli, bu formada. Daha sonra tek toxuyaraq gəlirik. Növbəti altılının üstünə gələndə deməli buradadır. Bu hardadır? 2, 4, 6. Gəldim. Növbəti altılının üstünə. Deməli birinin üstündən 2, birinin üstündən 2,
Deməli 6 ədədinin hər birinin üstündən ikisini çıxardırıq. Bu şəkildə. Eləyirik 12 ədəd. Deməli bu şəkildə dalğası daha da çox olur. Bu şəkildə olur. Bu şəkildə. Bu formada sona qədər gedirik. Deməli hər dəfə gəlirik bu altılının hər birinin üstündən 6 dənəni 2, 4, 6, 8, 10, 12 dənə eləyirik. Hər birinin üstündən 2 dənə eləyərək 12 eləyirik. Sonra buranı gəlirik, buranı yenə, buranı gəlirik, buranı yenə. Bu formada bu şəkildə dalğalı formada olur. Sıranın sonuna qədər bu şəkildə toxuyuruq. Bu şəkildə davam edirik. Sonuncu ikililər toxuyuram. Hər birinin içindən 2 ədəd çıxardıram. Bu şəkildə. Deməli, xanımlar, əgər istəsəniz buradan bir daha gedə bilərsiniz. Bunu daha enli eləmək istəyirsinizsə, əgər buradan 2-3 sırada gedə bilərsiniz, 2 sırada gedə bilərsiniz. Mənə elə gəlir ki, mənim üçün yetərlidir. Mən artıq bundan artıq eləməyəcəm. Bu şəkildə elədim, gəldim sonuna çatdım. Sona çatandan sonra deməli buradan mən buradan necə ki bura gedəndə sadə formada toxumuşdum. İndi bu hissəni də toxuyaraq gəlirəm. Deməli gəlirəm. Bu hissələri səliqəli olmaq üçün belə toxuyub gələcəm. Bu şəkildə gələcəm. Gəlib bu hissəyə çatanda bunun kimi bu şəkildə valanlar qoyacağım. İndi bunu nə edirik? Bu şəkildə elədim. Deməli zincir çəkirəm və keçirəm bura. Bu şəkildə eləyirəm bu kənarı. Daha sonra hər bir boşluqdan bu şəkildə toxuyaraq gedirəm. Bu şəkildə deməli belə toxuyuram. Gördüyünüz kimi bu şekilde gedirik. Belə. İndi bu kənarına keçirik. Keçdik. Belə.
Kenarları səliqəli görünmək üçün hər bir boşluğa sarı, nə bir boşluğa ikisini salmırıq, nə də arada ötürmürük. Bu şəkildə. Deməli, bunu nə edirik? Bunu bu formada, bu kənarı belə düz şəkildə toxuyuruq, gəlirik. Sonra bunu buradan gəlirik. Buradan gəlirik. Burada 5 santı qalanda buradan. Deməli, buradan da toxuyuruq, gedirik ta ki axıra qədər. Deməli, buradan toxuyandan sonra burada necə gəlmişdiksə, buradan da elə formada gəlirik. İndi biraz da mən sizin üçün toxuyum. Bu şəkildə. Ta kənarların hamısını bu şəkildə gedirik. Başına dolanmadan şekilde. Böyle gördüğümüz kimi bu formada toxuyuruq. Bu şekilde toxuyuruq. Gördüğünüz gibi belə toxuyanda çox səliqəli olur. Göstərdiyim kimi gəlirik, buradan toxuyuruq, gəlirik ta bunun sonuna qədər, bura gələnə qədər bu formada gəlirik. Sonra davamında necə eləmək lazımdır? Bunun kimi necə eləyirik? Bunu birlikdə toxuyaq. Deməli, bunun hər tərəfini toxudum formada. Geldim, sonuna çatdım. Gördüğünüz gibi bu hissesini burada necə eləmişdim, onun kimi toxuyacağım. Deməli, gəlirik. Tam dibindən götürürük. Bu şekilde götürdüm. Götürdüm. Bu şekilde iki zincir çektim. Böyle. 2 zincir çektim. Bu
bu kənarını necə eləmişdimsə, bu kənarını da elə eləyirəm. Deməli 1 2 3 4 toxudum. 5-cidən 1 2 3 çıxardım bu formada. Daha sonra yenə də 1 2 3 deməli 4 toxudum. 5-cidə 1 2 3 bu formada eləyirik. Bir daha göstərim. 1 2 3 4 toxuyuruq. 5-cidən 1 2 3 ədəd çıxardırıq bu formada. Belə eləyirik. Gəlirik burada 5 santı qalana qədər toxuyuruq. Daha sonra qaydanda bir də çalışın ki, burada 5 santı qalana burada sonda toxuduğum 3 dənə çıxardım. Buradakı kimi. Sonda 3 dənə çıxardım. Sonuncudan 3 dənə çıxardın ki, valanı kənarında yaxşı qalsın. Kənar valanı yaxşı qalsın. Bu şəkildə toxuyuruq, gedirik. Daha sonra bu 3 dərin hər birinin üstündən ikinci sıradan gələndə, oradan qayıdıb gələndə 3 dərin hər birinin üstündən 2-2 toxuyuruq. 3-cü sırada deməli o 6 dənənin də hər birinin üstündən 2-2 toxuyuruq. Olur 12 ədəd. Bu formada. Burada necə görünürsə, bunu necə eləmişiksə, onu da o formada eləyirik. Bir dənə bura gəlib çatanda deməli 5 santı qalmış eləyirik. Sonuncuya çalışırıq ki, 3 dənəni çıxardaq ki, kənarı bu formada olsun. Kənarı belə olsun. Bu şəkildə toxuyuruq, bitiririk. Belə. Daha sonra bu şəkildə eləyirik. Mən sizə sonda bitirəndən sonra necə eləyirik? Düymə tikməyini eləyirik. Bu formada mən sizinlə yenidən görüşərəm. Deməli 3 gedirik, 4 toxuyuruq, 5-cidən 3 çıxardırıq. Daha sonra ikinci sıranı gələndə bu 3 dənənin hər birinin üstündən 2 dənə çıxardırıq. Daha sonra 3-cü sıranı gələndə deməli 3-cü sırada bu 6 dənənin hər birinin içindən 2 dənə çıxardırıq. 12 eləyirik. Belə beşik valanların qalması üçün. Bu formada toxuyaq, bitirək. Daha sonra sonda görüşək. Bu sıranı gəldi. Mən sizə istəyirəm bu sıranı göstərim. Ola bilər ki, bununla bunun arasında məsələn 4 yox, 5, 6 bu 5 santı qalmaq üçün bu şəkildə. Ola bilər ki, 4 yox, 5 ya 6 ilmə toxumaq fərqi yoxdur. Toxuya bilərsiniz. Yəni ki, mən məsələn burada 4 yox, 6 toxudum. İndi sonuncudan 5 santı qalıb burada. 3 dənə çıxartdım. Bu şəkildə. 3 dənə çıxartdım. 1, 2 zincir çəkirəm. Geri dönürəm. Çevirirəm. Və bu 2'nin hər birinin içindən bu şəkildə 2 dənə çıxardıram. 1 2 1 2 sonuncudan 1 2 bu şekilde.
Daha sonra üçlüye qədər gəlirik. Üçlü hardadırsa, üçlü buradadır. Bilinir. Baxanda bilinir. Üçlüyə qədər gəlirik. Hər birinin içindən bir dənə çıxardaraq gəlirik. Üçlüyə çatanda gəldik, çatdıq. Deməli 2 çıxardırıq. İkincidən də 2 çıxardırıq. Və üçüncüdən də 2 çıxardırıq. Gördüğünüz gibi bu şekilde. Daha sonra tek dokuyuruq və üçlüyə gələnə qədər. Bu şekilde gedirik. Sondan gəlirik. Buradan bura çatana qədər gedirik. Buradan yenə də qaydanda deməli 6 yox 12 toxuyuruq. Hanımlar, istəyirəm ki bu hissəni də sizə göstərim. Sona gəldik, çatdıq. Gördüyünüz kimi gəldik. Bir zincir çəkirik və nə edirik? Bunu bura, deməli bunu bura birləşdiririk. Bu şekilde deməli bu şekilde birləşdirdik. Belə 1 2 zincir çəkirik. Deməli başına doluyuram. 1 2 3 4 4'e toxudum. Daha sonra deməli burada 2 4 6 var idi. Onların hər birinin içindən 2 çıxardıram. 1 2 ikincidən də 1 2 üçüncüdən də 1 2 dördüncüdən də 1 2 beşincidən və altıncıdan. Daha sonra 4 dənə sadə toxuyuram və gəlirəm burada ikinci altılığa, sonra üçüncü, dördüncü bu formada sona qədər, bu sıranın sonuna qədər bu formada gəlirik. Sıranın da sonuna gəldik. Deməli, hər birinin içindən 2 çıxardırıq. Sonuncuların şəkildə deməli baxaraq bu necədir.
Daha sonra bunu eleyip bunu buradan böyle bu şekilde. Deməli bunu kəsirik. Bunu elədik. Daha sonra bir dənə də zincir çəkirik. Bu şekilde. Bunu daha sonra bu iplerin hamısını deməli arkada bitiririk. Bu formada bunların hamısını bir səliqəyə salmalıyıq. Ve eğer eksik olsa bu şekilde kalır. Böyle gördüğünüz gibi indi bunu keçirdirik, arka tarafına çeviririk. Arka tarafından bu iki tarafını da bu şekilde buradan böyle, buradan da böyle. Deməli bu iplərini hamısını səliqə ilə düzəltməliyik. Bunları üst-üstə qoyuruq bu şəkildə. Bu şəkildə. Və məndə düymələr var. Bunun renginə uyğun düyməni mən tapıram. Belə bir düymə. Və bu düyməni tikirik bura. Bu şekilde. Hamlar. Bu şekilde biz bitirdik. İndi isə deməli bunun orta hissəsinə kəmər şəklində bağlamaq üçün hazırlayıram. Deməli zincir çəkirəm. Müəyyən uzunluqda zincir çəkirəm. Bu şekilde. Hanımlar, eğer el işlerimi beğenirsinizse abone olmağı, beğenmeyi unutmayın. Eğer bildirim zilini aktif etseniz el işimden ilk olarak siz haberdar olacaksınız. Çalışacağım ki zövqünüzcə olan el işlerini birlikte toxuyaq. Deməli bunun uzunluğunu təxmini uşağın ortasını ölçürük. Mən paltarın ortasına uyğun eləyəcəm. Sayla vermirəm. Təxmini santı ilə deyərəm. Neçə santı olduğunu. Deməli biraz daha toxuyaq. Çox uzunluğa ehtiyac yoxdur. Orta hissəsini belə götürürük. Orta hissəsinə uyğun bu şəkildə məncə yetərlidir. Bu qədər yetərlidir.
Daha sonra indi necə hazırlayırıq? Bunun uç hissələrini, topuzunu necə hazırlamalıyıq? Onu göstereceğim size. Bence yeter. Şimdi bunu ölçüm size. Ölçüsünü değil. Bunun uzunluğu Bunun uzunluğu 75 santidir. Şimdi olabilir size daha büyük, daha küçük lazım olsun. Ben bu ölçüde elədim. Bunu kəsirəm. Daha sonra deməli bunu götürürəm belə. Bunu götürürəm. Bu şekilde parmağıma istediğim ölçüye gelene kadar bu şekilde eləyirəm. Çok qalın da ihtiyaç değil. Bence yeterlidir. Bu şekilde ve ben bunu ucunu ilçeme geçirerek bu şekilde düğünlüyorum bir neçə dəfə bu şekilde. Siz müxtəlif formalarda düğün vura bilərsiniz. Ben bunu bu şekilde elədim. Daha sonra bunu çıkarttıktan sonra bunu dümdüz belə saxlayıram. Dümdüz saxlayıram ve bir ip götürürəm. Bu şekilde ipi götürürəm. Bu şekilde götürürəm. Möhkəm sarıyıram. Bu şekilde elədim. Bir neçə dəfə eləyirəm. Daha sonra bunu bağlayıram. Bağladım. Bir neçə dəfə bağlayıram ki, düğünü açılmasın. Bu cür elədim. Daha sonra deməli mən ipləri kəsirəm. Belə bütün hamısını kəsəndən sonra artıqları belə eləyirəm. Artıqların ucunu düzəldirəm. Bu şekilde. Bu şekilde 2 adet düzeldirik.
Tam şekilde. Birini daha düzeldek. Bu şekilde. Ve bir daha buradan keçirdirəm və belə düyün eləyirəm. Bir neçə dəfə düyün eləyirəm. Bu şekilde. İsteseniz bir daha çıkardım. Bu şekilde düzelttim. Ve bunu yine de buradan saklayıram. Biraz belə saxlayıram. Bu şekilde eləyirəm. Və bunu düyün vururam. Bir neçə dəfə düyünlədim. Bu şekilde. Bunu da kəsirəm. Bu şekilde eləyirəm. Və milçəyə bu hissədən tam ortasından, bunun tam orta hissəsindən bunun ortası burada. Buradan deməli ipimizi keçirdirik alt hissəyə. Bu şekilde bir neçə yerindən buradan çıxardıram yuxarı. Buradan iliştirirəm. Çıxardıram. Bu formada deməli tam olaraq bir alta bir üstə keçirdərək bütün hər tərəfdən keçirdirəm. Belə. En asan formada mən sizə göstərirəm. İstəsəniz başqa üsullardan da istifadə edə bilərsiniz. Sizin əgər bildiyiniz forma varsa
Ben bu cür yaraştırdım. Geldik sona çattık. Gördüğünüz gibi. Ve buradan çıkardırıq üstə. Bu şekilde. Daha sonra topuzlarını bu şekilde birleştirerek ucunu birleştirerek ve bunun içinde çizdirdik. Bu şekilde ve bunu ikincini de eleyirik. Bu şekilde. Deməli, balaca uşaqlarımız üçün toxuduğumuz gözəl işimiz hazırdır. Biraz yığırıq. Ve bağlayırıq. Bu şekilde. İsteseniz düz formada, isteseniz de böyle bu formada düzeltebilirsiniz. Bu sizin isteğinizden asılıdır. Bu şekilde sarafanımız tam olarak hazırdır. Bu şekilde. Buyurun. Bir işimizin daha sonuna geldik. Abone olmayı, like etmeyi unutmayın. Yeni işlerimizde görüşmek ümidiyle.
Hələlik.